Mirzə İbrahimov, Gələcək gün romanına parça. Əsərin həyatı əks etdirmə növü nədir? Epik növ. Əsər hansı janrda yazılıbdır? Roman janrında. Əsərin mövzusu nədən götürülmüşdür? Cənubi Azərbaycan xalqının ağır vəziyyəti. Əsərdəki ideya nədir? Xalqı ağır vəziyyətdən çıxarmaq üçün azadlıq mübarizəsinin zəruriliyi. Əsər necə yazılmışdır? Nəsillə yazılmışdır? Əsərdə əsasən hansı problemlər əks olunubdur? Sadə insanlara qarşı haqsızlıq, insanların acınacaqlı həyatı. Cənubi Azərbaycanda baş verən bu hadisələr əsasən harada baş verir? Hadisələr həm kənddə, həm şəhərdə baş verir. Əsərdəki mənfi obrazlar kimlərdir? Hikmət İsfahani, Kürd Əhməd, Mübaşir Məmməd. Gələcək gün romanının əsas qəhrəmanı kim idi? Firidun İbrahimi. Firidun harada anadan olmuşdur? Təbrizin qərbində, Azər şəhərdə. Atası nə ilə məşğul olurdu? Tacirlərdən birinin bağında bağbanlıq edirdi. Həmin bu bağın onlar üçün əhəmiyyəti nə idi? Özü, atası, babası da bu bağda böyüyüb boya başa çatmışdır. Atasının o bağdan ayrılmasının səbəb nə olmuşdur? Yeni gələn mülkədarın pis adam olması, uşağının Firidunla savaşması və qovulması. Azər şəhərdən ayrılan ailə hara üz tutdu? Tehrana üz tutdu. Sonra bu ailə kimin bağında işləməyə başladı? Qoca bir müəllimin. Anası nə zaman vəfat edir? Tehrandan qaldıqlarının 3-cü ayı. 3 il sonra Firidun həyatında başqa hansı bədbəxt hadisə baş verir? Atası qarın yatalağından dünyasını dəyişir. Baxın, deməli 3-cü yayında anası rəhmətə getdi. 3-cü ilində isə atası rəhmətə getdi. Atasının ölümündən sonra Firidun taleyi necə oldu? Müəllim onu oxutdu, kəmallı bir insana çevirdi. Firidun qoca müəllimin yanında nə üçün ayrıldı? Təbrizə işləməyə getdiyi üçün. Yenidən Tehrana qayıtmasına nə səbəb oldu? Darülfünuna daxil olmaq fikri var idi. Tehranda qalmaq üçün. Kimin yanına gedir? Müəlliminin. Müəlliminin ölüm xəbərini eşidən Firidun harada qalmağa qərar alır? Dayısı Musa kişinin. Musa kişi necə adam idi? 4 övladı olan kasıb, fağır, dindar bir kişi idi. Həsənalı kim idi? 6 övladı olan kasıb bir kəndli. Həsənalının qışqırmasına səbəb nə idi? Gürzə çalmışdı onu. Hadisəni kim görsə də köməyə yetmir, atını sürüb uzaqlaşır. Mənfi qəhrəmanımız kim idi? Mübaşir Məmməd. Həsənalının köməyə gəlin çığırtısına kimlər gəldi? Musa kişi və Firidun. Əsərin bu yerində əsas problemlərdən biri də nə idi? Həkimin tapılmaması. İlan zəhərin qurtulmağın yolunu Həsənalı nədə görürdü? Ayağının dizdən kəsilməsində. Onun ayağını dizdən kim kəsdi? Qəssab Alı. Firidun Həsənalının bu halını uşaqlarının düşdüyü çətin durumdan sonra öz-özünə nə deyinirdi? Kənddən qaçmaq lazımdır. Burada dərd qüssədən başqa bir şey yoxdur. Bu hadisələrdən sonra hamını düşündürən sual nə idi? Nə etməli? Axı biz nə etməli? Məhsulun bölünməsi haqqında ərbabın yeni şərtini kəndliyə kim gətirmişdi? Mübaşir Məmməd. Mübaşir Məmməd özü ilə kimi gətirmişdi? Ərbabın özünü, ağayı Hikmət İsfahanini. Ərbabın danışığını kəndlilərin başa düşməməsinin səbəbi nə idi? Farsça danışması. Onun dediklərini xalqa kim çatdırdı? Mübaşir Məmməd. Ərbabın fikri nə idi? Məhsulun 5/1-ni kəndlinin, 5/4-ünü isə onlara çatmalı idi. Bu fikri qəti etirazını kim bildirdi? Musa kişi. Baxın, Musa kişi başda mübariz obraz kimi özünü göstərir, amma o həmin mübarizliyini sona qədər davam etdirə bilmir. Etirazlar nəticə verdimi? Xeyr, özünü borclu çıxardılar. Onu nədə günahlandırdılar? Dəci pozmaqda, buğda oğurlamaqda. Onun günahını isbatlamaq üçün hansı yola əl atdılar? Quranı əl basmasını istədilər. Amma 4-cü addımda İsfahaninin dizlərini qucaqlayıb rəhm etməsini istədi. Musa kişi niyə Quranı əl basmır? Dindar olduğu üçün qorxur və yalan danışır. O, Quranı əl basmadıqda ona hansı cəzanı verdilər? 200 çubuq vurdular. Onu bu cəzadan kim qurtardı? Firidun. Firidun hansı addım atır? Dəci özü pozduğunu, dayısında günah olmadığını deyir və Qurana əl basıb and içir. Firidun and içəndən sonra hansı cəsarəti göstərir? Ağanın qarşısına dikilir, onun verdiyi sözü xatırladır. Ya öləcəyik, ya da bir ponza artıq verməyəcəyik deyə səsini ucaldır. Daha sonra gedən mübahisənin səbəbi nə idi? Buğdanın bölgüsü. Bölgəyə etiraz edən Firidun əllərini kim bağladı? Mübaşir Məmməd, bir də Əli Əmniyə başı. Firidunun danışığına siyasət iyi gəlir deyən kim idi? Ərbabın yanında gəlmiş adamlardan biri. Bölgü mübahisəsinin sonu necə oldu? 5/1 xalqın, 5/4 ərbabın. Ağayı öz vəkili kimi buraya kim qoydu? Kürd Əhmədi.